Mən əvvəllər kələm dolması yeməzdim, bəyənmirdim. Amma sonra başa düşdüm ki, milli mətbəximizin ən dadlı yeməklərindəndir, xüsusilə də şabalıdır. Hamımızın bir cavabsız sualı var. Bu günə nə bişirim? Elə bişdiş tətbiqində gəzərkən kələm dolması çıxdı rastıma. I am hungry kələm dolma reseptini isə tətbiqdən tapa bilərsiniz. Kələmin üst 2 lay qabığını soyub atıram. Yuyub pörtlədirəm. Yarpaqlayıb orta zoğunu kəsirəm. İçinə isə çəkilmiş mal əti, soğan, quzu quyruğu, yumru düyü, zirinc, duz istiot və azca da keşniş şüyüd qatıram. Əti yaxşıca yoğururam. Hər dolmanın içinə bir ədəd şabalıd qoyub adi qayda ilə dolmaları bükürəm. Anam bu fəsildə mütləq heyva da əlavə eləyərdi qazana. Bu ənənəni mən də davam elətdirirəm. Üzərinə zəfəran dəmləməsi gəzdirib, bir burun bişirib yarım fabrikat üçün olan dolmaları ayırıram. Plastik qabda dondurucuda saxlayıram. Ən sonda soğanla pomidoru qovurub, şəkər tozu və sirkə əlavə edib üzərinə gəzdirirəm. Bu dolmada qəşəng rəng və dad verir. Bilmirəm siz necə hazırlayırsınız, amma əminəm ki, hər Azərbaycanlı xanımın mətbəxində mütləq dolma bişir. Yarpaq dolması ən sevdiyim olsa da kələmi də sevirəm. Bəs siz hansı dolmamızı sevirsiniz?